Təbii ki, birinci növbədə insanların psixoloji cəhətdən sakitləşdirməkdir. Əgər hər hansı bir insan psixoloji olaraq müalicəyə hazır deyilsə, biz o müalicəyə başlamırıq. Və eyni şəkildə ağrı faktoru önəmlidir. Əgər əmin olun ki, bir insanın ağrısını azaldırsınızsa, onun daxilində həmən həkimə, həmən mütəxəssisə qarşı bir inam yaranır və ola bilməz ki, o qorxu azalmasın. Burada biraz zamana da ehtiyacı var. Eyni şəkildə hər hansı bir mütəxəssisin pasiyenti müalicəsində hansı strategiyanı irəli sürür. Bəzi vaxtlar pasiyent gəlir, təəssüflər olsun ki, bizim mütəxəssislər pasiyentin sözünü ağzında qoyur, onu dinləmir. Onun ola bilər ki, elə bir məlumatlar verə bilər ki, onun müalicəsində bilavasitə rol olsun və təsir etsin. Bu da əslində həmin həkimlərin və ya həmin mütəxəssislərin çox peşəkar olması, daha təcrübəli olması və artıq işinin rutin olaraq avtomatlaşmasından irəli gəlir və yaxud da ki, xarakterinə dönür, biraz səbirsiz ola bilirlər. Amma normal olan budur ki, istənilən pasiyent sonuna qədər dinlənməlidir, lazım olarsa onunla saatlarla dərdləşməliyik, çünki müalicənin əsasını bu təşkil edir.